Ayda yarım qalı. Oradan bir çay ver, səni verəm Allaha şükür. Sən öyrənlərini gör, belə çay olar. Yoxdur da. Bu şey hanı konfeti? Yoxdur da. Konfet ya. Şəmfə qəndi, kəllə qəndi. Yanlış olsun. Say da verəcəm bunu. Bu Olsun nə? işte. Deyirəm, nə olur? Sən başa düşmürəm. Hər gün belə. Nə olub? Elə qanın qaradı, nə olubdu? Nə dərdin var, danış görək nə olub? Başa düşürsən ki. Mən başa düşmədiyim şey var. Danış görüm. Sən dərdimə çare tapacaqsan. Qara qızın görə dərdi nədir, hə? Dəstəgələrim Türkiyəyə gedir, dincəlməyə gedirlər. Hə, mən də istəyirəm. Onu dedi, onu bəri başdan dedi. İndidən bura nə eləmək var? Elə tanışımız var da, dərdini deyirəm. Mən də deyirəm bu 2 gündür bu qız niyə belədir? Mən ölmüşəm ki. Tanışımız var. Avtozirviyə maşınını... Oğlum neçədir? 4000, 5000, 6000 pul lazımdır. Bir qulaq as da, axıra qədər. Maşını avtozirviyə qoyursan, sən qadınam. Elə olanda, bax, burada səslərlə boynum belə döndərib səslərlə. Əgər maşınına fərqi yoxdur, rayon qeydiyyatı olur, şəhər qeydiyyatı olur, maşını qoysan avtozirviyə, sonra gəlibsən maşın özünə qalır da, sən verən Allaha qurban. Nömrə də özündə qalır. Pul lazımdır, pul. Qulaq as da, şeydə göydən gilas tökülmür, səvət tökülmür. Gör nə deyirəm. Maşın da sana qalır, nömrə də sana qalır. Neçə saat ola 3 günə, 5 günə buraya rəsmiləşdirirlər. 5 dəqiqə söhbət bağlanır. Qardaş oradan bir dənə peçat. Yarım saata. Səndədir, yarım saat yox, 5 dəqiqə, 10 dəqiqə fərqi yoxdur. İstər rayon qeydiyyatı olsun, istər şəhər qeydiyyatı olsun. Yalan demirsən. Yalan demirsən. Yalan niyə deyirəm ki, qızlar maşını aparıb, eşitdiniz, maşını aparıb qoyursunuz avtozirvəyə. Yarım saatin içində maşın sənədləşir, maşın özünüzdə qalır, nömrə özünüzdə qalır. Düzdür? Sən çox danışdın. Sən çox danışdın. İstədiyim pulu da götürürük, gedirik Türkiyəyə.